Əvvəl çay, sonra söz. Bu deyim Azərbaycanın qonaqpərvərlik ənənəsinin ən gözəl ifadəsidir. Bəzən bir fincan çay şəhərləri də yaxınlaşdırır. Lənkəranın plantasiyalarından Montereyin okean küləyinə kimi uzanan çay ətri. İki şəhərin qardaşlaşması insanların, ideyaların və dadların sərhədsiz mübadiləsinə çevrilir. Bu səyahət iki sahilin hekayəsidir. Dadı və ətri ilə dünyada sözünü deyən Lənkəran çayı hələ Sovet dövründə Almaniyada qızıl medala layiq görülüb. 3 ildir ki, milli çay mədəniyyətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxildir. Çayın Azərbaycanın cənub mirvarisindən okeanın o tayına qədər yayılan şöhrəti Lənkəranla Montereyin qardaşlaşması ilə daha da artıb. Bu əlaqələr sayəsində Lənkəran çayı Made in Azərbaycan brendini ABŞ bazarlarında uğurla tanıdır. Ona görə də 25-ci Türk festivalına dəvət almağımız təsadüfi deyil. Biz də bu festivala dəvət almışıq Lənkəran çay olaraq. 15-16 növdə çay məhsulu gətirmişik. Qonaqlar tərəfindən çox yaxşı bəyənilir. Xüsusən də bizim hazırladığımız bir Monterey çayı var. O çay burada yaxşı satılır, bəyənilir. Düşünürəm ki, biz bunun ixracını da bu şəhərə edəcəyik. Lənkəranla Monterey arasında qardaşlıq körpüsünün təməli 2011-ci ildə atılıb. Qardaşlıq isə biz Azərbaycanlılar üçün çox vacib məfhumdur. Ən əsası odur ki, bağların möhkəmliyi rəsmi protokollarla məhdudlaşmır. 2023-cü ilin avqustunda Lənkəranın İstisu qəsəbəsində Dostluq Parkı istifadəyə verilib. Reallaşdırılan tədbirlər isə hər iki şəhərin mədəni-iqtisadi mübadiləsinə töhfə verir. Hi, my name is Karl Autsen. Salam, mənim adım Karl Altşdır. 1963-cü ildən Monterey şəhərində yaşayıram. Amerika Birləşmiş Ştatlarına 1959-cu ildə immiqrant kimi gəlmişəm. 4 il hərbi xidmətdə olduqdan sonra Montereyə köçdüm. Bir neçə ildən sonra öz biznesimə başladım. Daha sonra dövlət idarələrində fəaliyyət göstərməyə başladım. Memarlıq Şurasında, Şəhər Planlaşdırma Komitəsində, Şəhər Şurasında və 6 il ərzində merin müavini vəzifəsində çalışdım. Paralel olaraq inşaat layihələri ilə də məşğul oldum və bugünə qədər iş davam edir. Hökumətdə işlədiyim dövrdə müxtəlif işlər görürdük. Bir dəfə keçmiş şura üzvü və mer mənə müraciət edib soruşdular ki, merin nümayəndəsi kimi Azərbaycana getmək istərdimmi? Mən də dedim, əlbəttə. O vaxt xəritəyə baxmalı oldum ki, Azərbaycan və Bakı harda yerləşir. Sonra başqa bir keçmiş şura üzvü ilə danışdım. O həm də Ankarada olmuşdu və Bakı şəhər layihəsini başlamışdı. Mənə Azərbaycanı, oranın gözəlliyini və insanların mehribanlığını danışdı. Mən də razılaşdım ki, onunla gedim. Onun adı Nancy idi. Sonra biz düşündük ki, Azərbaycanla hansı məhsullar üzərindən əməkdaşlıq etmək olar. Məsələn, çay. Azərbaycanın istehsal etdiyi məhsulları bura, Amerika bazarına necə gətirmək mümkündür? Məncə bu çox perspektivli ola bilər. Ticarət sayəsində, xüsusilə də Monterey ilə Lənkəran arasında şəhər əməkdaşlığı çərçivəsində yaxşı imkanlar var. Azərbaycan çox gözəl bölgədir. İnsanları səmimi və qonaqpərvərdir. Orada fabrik və şirkət rəhbərləri ilə görüşdüm. Xüsusən də çay istehsalı ilə bağlı. Bir neçə il əvvəl nümayəndə heyəti də bura gəlmişdi və çayın Amerika Birləşmiş Ştatlarına ixrac olunması imkanları müzakirə edilmişdi. Nancy bu işin başlanmasında mühüm rol oynadı. Mən çayı, onun istehsal üsulunu görəndə çox təsirləndim. Ümid edirəm ki, gələcəkdə Lənkəranla ticarət sahəsində, xüsusilə çay ixracı və digər məhsullarla bağlı əməkdaşlıq güclənəcək. Bu təkcə turizm deyil, həm də kommersiya baxımından ciddi fayda gətirə bilər. Commercial part of it, besides tourism.
İki şəhər arasında qardaşlıq təməli atılan zaman ABŞ konqresmeni Sam Farda vurğulamışdı ki, Lənkəran səyahət turizmini inkişaf etdirmək potensialına malikdir və Monterey buna nümunə ilə yardım edə bilər. Meri seçiləndə öyrəndim ki, bizim ən güclü qardaş şəhər əlaqəmiz Lənkəran ilədir. Mənim üçün böyük xoşbəxtlik idi ki, bu əlaqəni dəstəkləmək və daha da irəli aparmaq imkanım oldu. Bu tərəfdaşlığın ən maraqlı nəticələrindən biri Azərbaycanda yaradılan Monterey parkıdır. Mən səbirsizliklə həmin şəhəri, parkı ziyarət etməyi və dostluğumuzun bəhrəsini yerində görməyi gözləyirəm. Əslində mənim ən böyük arzum dünyada hər kəs üçün sülhdür. Bu proqramda ən çox dəyər verdiyim şey isə müxtəlif xalqları və mədəniyyətləri tanımaq, bir-birimizi qiymətləndirmək fürsətidir. Ümid edirəm ki, həm ölkələrimiz, həm də şəhərlərimiz arasında dostluq daha da möhkəmlənəcək və biz birlikdə irəliyə doğru yol tapacağıq. Bəli, mən Lənkəran çayını darmışam və etiraf edim ki, olduqca güclüdür. Mənim məsləhətim, onu yatmazdan əvvəl içməyin. Əslində, niyə də Monterey çayı daha geniş miqyasda satılmaz? Məncə bu ideyanı dəstəkləmək üçün nə etsək dəyərli olar və mən tamamilə buna hazıram. Çox sağ olun. All right, sounds good. Until next time. Hello, my name is Nancy Selfridge. 2011-ci ildə Şəfaq Xameneyi ilə birlikdə Monterey ilə Azərbaycanın Lənkəran şəhəri arasında qardaş şəhər münasibətlərini yaratdıq. O vaxtdan bəri birlikdə çalışırıq və hər iki ölkədə bir-birindən gözəl layihələr həyata keçirmişik. Mən Lənkəranı sevirəm, Azərbaycanı sevirəm və ora səyahət edib vaxt keçirə bildiyim üçün çox xoşbəxtəm. Azərbaycanın bir sıra şəhərlərində olmuşam və sizin mədəniyyətinizi, tarixinizin zənginliyini çox heyrətamiz hesab edirəm. Mən şadam ki, Lənkəran çayını, balını, xalçaçılıq sənayesini burada tanıtmağa kömək edə bilirəm. Həmçinin ümid edirəm ki, Lənkəran zeytun yağını da bu bölgəyə gətirməyə başlayaq. Ümid edirəm ki, hər kəs bura gələ biləcək və biz daha çox Amerikalını Azərbaycana göndərə biləcəyik. Gözləyirik ki, yaxın zamanda tələbələrin hər iki ölkə arasında mübadiləsi başlasın. Bu həm mədəniyyət, həm dilləri öyrənmək baxımından hər iki ölkə üçün çox faydalı olacaq. For both countries to learn each other's culture and language. Çok sağ ol. Yeri gəlmişkən, müstəqilliyin bərpasından sonra ABŞ ilə münasibətlərin inkişafı dövlət siyasətinin hədəflərinə çevrilib. Bu ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Donald Trumpla Ağ Evdə keçirilən görüşü isə iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyib. Bu isə yeni üfüqlərin açılmasına zəmin yaradır. Bir şey dediyim ki, Azərbaycan ticarət evlərinin bax bu Avropanın şəhərlərində açılıb, o da bizim ümumdaxili məhsulun ixrac olunmasında böyük töhfə verirdi. Mən arzu edərdim ki, bax Amerikanın da belə şəhərlərində, xüsusən də Monterey kimi turistik zonalarında Azərbaycan ticarət evləri açılsın ki, bizim məhsullarımız Azproma tərəfindən bu şəhərlərə ixrac olunsun. Misal üçün, kənd təsərrüfatı məhsullarının ABŞ bazarında reallaşmasından ötürü çox böyük imkanlar mövcuddur. Bu əsasən emal olunmuş kənd təsərrüfatı məhsullarına aid olunur. Hazırda bəzi ştatlarda premium kateqoriyaya aid olan Azərbaycan kənd təsərrüfatı məhsulları peşəkar səviyyədə təmsil olunur, var. Bunun üçün ümumiyyətlə peşəkar səviyyədə bu bazara girib də burada uzun müddətli reallaşmaqdan ötürü bəzi nüansları nəzərə almaq lazımdır. Biz də Ticarət Palatası olaraq hər zaman öz şirkətlərimizi bu sahədə maarifləndirməyə çalışırıq. Bunlardan ən önəmlisi istehsalçı şirkətlərin bu bazarda özlərinin maraqlı olmasıdır. Düzgün ixalatçının tapılıb əməkdaşlığın, düzgün əməkdaşlığın qurulmasıdır. Ümumiyyətlə ixalçı ilə istehsalçının arasında ABŞ bazarına girməkdən ötürü bir düzgün sinerji formalaşdıranda Azərbaycan məhsullarının bu bazarda, əsasən də bayaq qeyd etdiyim kimi emal olmuş kənd təsərrüfatı məhsullarının bu bazarda reallaşdırılması o qədər də çətin proses deyil. Bəli, göründüyü kimi
Bu gün ABŞ bazarlarına çıxış imkanlarımız üçün münbit imkanlar var. Azərbaycanın dünyada aktora çevrilməsi isə beynəlxalq əməkdaşlıqlara yeni imkanlar açır. Proses ölkəyə həm iqtisadi, həm sosial, həm də mədəni səmərə gətirir. İqtisadiyyatın şaxələnməsi, yeni iş yerləri, gənclərin qlobal bilik və təcrübə çıxışı, mədəniyyətimizin dünyada daha geniş tanınması bu əməkdaşlığın nəticələrindəndir. Günel Feyzullayeva, Kamran Qasımov, Elnaz Əbluc, Tofiq Ağayev, Kaliforniya, Monterey.